Bəli, uzun ara sonra söz verdiyim vlog videosu həqiqətən də gəlir. Vlog videomuzun konsepti mənim rayona getməyim olacaq. Rayona gedərkən ki bir günüm, yol boyu nələr yaşayacağam, nələr yaşadım bunu sizlərlə paylaşacağam və maraqlı bir təcrübə olacaq. Hal-hazırda gecə saat 22:05-dir. Yəni daha sabah yola çıxacaq. Ancaq indidən sürətlənmiş şəkildə çantamızı sizlərlə toplayacağıq. 2 dənə çanta aldım. Bir idman çantam olan çiyin çantası, bir də kürəyimə qoyduğum məktəb çantasını götürdüm. Onları dolduracaq. Paltardan ziyadə əlavə götürdüyüm şeyləri də sizlərlə paylaşmaq istəyirəm. Çünki bir ay qalacaq, çantanın içeriğini bilməyiniz daha yaxşı olardı. Yol boyu planımız bu olacaq. İlk olaraq mən Sabunçu qəsəbəsində qalıram. Sabunçudan Koroğlu metrosuna gedəcəyik. Oradan isə taksi ilə Sədərək Ticarət Mərkəzinə, oradan da bizim RAF və ya minivan dediyimiz avtobus növü ilə də Neftçala rayonuna gedəcəyik inşallah. Yol boyu baxacaq başımıza nələr gələcək, nələr olacağını görəcəyik. İnşallah çox maraqlı bir vlog videosu olar. İzləmədə qalın. Demək olar ki, çantanın əsas hissəsini yığdım. Sonuncu paltarlarımı yerləşdirirəm. Və daha sonra sizə əlavə nələr götürdüm onları da göstərəcəm. Paltar hissəsi biraz maraqsız olduğuna görə oranı paylaşmayacağım. Və demək olar ki, paltar çantamız hazırdır. Qaldı bağlamaq. Tamam. Paltar çantası ilə işimiz bitdi. Onu bir kənara qoyacaq. Daha sonra sizə 5 çantamı göstərəcəm. Bəli, hər halda hər şeyi yığdığımı düşünürəm. Bunlar mənim rayona aparacağım əlavə materiallar olacaq. Birincidə içindəki Divoyat kitabını götürdüm. Rayonda oxumağı planlaşdırıram. Əlavə olaraq Evini də Sahmana Sal, Həyatını da Sahmana Sal kitabını götürdük. Və yaxşı, belə bir sual çıxır ortaya. Ki, bəs Meyraz niyə az kitab götürdün? Əslində, xalam kitabxanada işləyir deyə və orada da şəxsi inkişaf kitabları olduğuna görə 2 kitabın mənə bəs edəcəyini düşünürəm. Daha sonra rayonda orada oxuyacaq kitabları. 2 dəftər götürdüm. Bir video mətnlərini yazdığımız dəftər, bir də minnətdarlıq günlüyüdür. Altda bəziləriniz bəlkə də videodan tanıyır. Minnətdarlıq günlüyüm əgər dolarsa və ya video skript dəftərim dolarsa 96 vərəqlik əlavə bir belə plastikli bir dəftər də götürdük açığı. Daha sonra idman üçün qulaqlığımı götürdüm bu arada. Kiçik qulaqlığımı da götürdüm, böyük qulaqlığımı da götürdüm, bir araya qoyum. Çünki məsələn bu isti günlərdə həqiqətən də insan narahat edə bilir. İstər-istəməz insan qulağı tərləyir. Ancaq məsəl üçün yürüyüşlər üçün kiçik qulaqcığın ideal olduğunu düşünürəm. Daha sonra kaşlukumu götürdüm. İçində şəxsiyyət vəsiqəsi, bank kartım və s. materiallar var və müəyyən məbləğdə də biraz pul götürdüm. Adapterımı götürəcəm inşallah. Mənə lazım olacağını düşünürəm. Adapteri dedik deyəsəm. Daha sonra bir diş fırçası götürdüm. Yeni bir diş fırçasıdır. Rəngin niyə belə olduğunu soruşmayın. Mən də inanın bilmirəm. Sadəcə evdən tapdım. Daha sonra burada nə var? Bəziləriniz reklamdan tanıyır. Old Spice əsil kişi deodorantı. Old Spice. Nəsə Şık sponsor olsun. deyil bu arada. Daha sonra videolarımı çəkmək üçün mikrofonumu götürdüm. Çünki sizlərlə yürüyüşdə canlı yayınlarımız olacaq, videolarımız olacaq. Ona görə bir mikrofon götürməyin də yaxşı olduğunu düşünürəm. Yenə də minnətdarlıq günlüyü və video skript üçün 2 dənə qələm götürdüm. Biri bitərsə digərindən yazmaq üçün. Əslində 2 dənə qələm götürdüm. Və bu mini çantanı götürdüm. Əslində bunun içi boş olacaqdı. Bunu da necə deyim, yürüyüşə çıxarkən 3 saatlıq, 4 saatlıq yürüyüşlər üçün buzlu sudur, naşnikdir və s. puldur, kaşlokdur, belə şeylər saxlamaq üçün də bu çantanı götürdüm və ideal olacağını düşünürəm. Hələ ki siyahı belədir. İndi yenə əlavələr olarsa videonun irəliləyən saatlarında deyəcəm. Sizin də əksik gördüyünüz nöqtələr varsa yazarsınız. Düzdür, çox zaman mən bu videoyu çəkdikdən sonra artıq necə deyim, işdən keçmiş olacaq nəysə. Biz bunları kiçik çantaya yığaq, bəzilərini əsas materialları, daha sonra da onları məktəb çantama yığacaq və davam edirik sizlərlə vlog videomuza. Nədənsə əlavə bir çantanın əsilsiz olduğunu düşünürəm açığı. Ona görə sizlərlə nə edirik? Bunları mənim çantam çox cibli olduğuna görə ayrı-ayrı ciblərə yığa biləcəyik. Yavaş-yavaş oraya transfer etməyə başlayırıq.
Bəli, nəhayət ki, çantalarımız artıq hazırdır və keçək söhbət seansına. Bayaqdan qəsəbət içindəyim, çantaları yığırdım. Demək olar ki, artıq hazırdır. Dediyim kimi, sabahki planımız inşallah Sədərəyə getməkdir. Oradan Salyan Neftçala raflarına və ya minivanlarına minəcəyik. Ondan öncə hər halda yəqin bir dönər yeyərik. Bəlkə də bir şeylər yeyərik, bilmirəm. Mənim çünki adətimdir, yəni hər zaman ora getdikdə bir şey alıb yeyirəm ya da biraz gəzirəm. Çünki xatirələri var məndə. Uşaqlıqdan bəri ora gedirəm. Biraz nəfəs-nəfəsə qaldığımı bilirəm. Çantaları yığmaq çox yorucu oldu, amma bitdi. Bir də əlavə bir şey deyim, qulaqcıqla adapteri şey etmədim, çantaya qoymadım. Çünki necə deyim, lazım olacaqdı mənə. Adapterlə telefonu zaryadkaya qoyacağam hal-hazırda. Qulaqcıqdakı yolda podkast və ya musiqi dinləmək üçün sadəcə cibimdə gəzdirəcəm. Sadə bir paltar seçdim açığı. Rahat bir şeylər geyindim, çünki narahat geyinməyə ehtiyac yoxdur onsuz, yəni rayon yerinə gedirik. Görəcəyik artıq, davamda nələr olacaq görəcəyik. Çantalarımı da bayaq göstərdim. Mümkün qədər editi də çox etməyə çalışacağam, sabah rayona gedəcəyik inşallah. Çox maraqlı gəlir, həqiqətən də bu təcrübəmi sizlərlə bölüşürəm. Və artıq, necə deyim, kanalım da deməli sabah 1-ci il tam olur. Bugün tarix dedimsə 12 iyuldur. Onsuz bayaq bilənlər bilir, bizim blog videomuz gəldi, blog imtahan analizi. Və imtahanı verdikdən sonra 3-4 saat yatdım, belə maraqlı bir senaryo yaşandı. Ona görə gecə yuxum gəlmir. Biraz araşdırmalar edəcəm, biraz kitab oxuyacağam. Sabahki plan üçün bir şeylər edəcəm. Bir də videonun bir hissəsini artıq çəkdiyimiz üçün editləməyə başlayacağımı da düşünürəm açıqcası. Çünki bayağı bir vaxtımız gedəcək editə, çünki videonun maraqlı olmasını istəyirəm. Siz də kanala bir abunə olub, bir də videonu bəyənsəz həqiqətən də əməyimi qiymətləndirmiş olarsınız. Nəysə, sizi də çox tutmayım. Sabah inşallah görüşmək diləyilə. Bəli, artıq sabah oldu, yəni bugün böyük gündür, 13 iyul. Həmçinin kanalın 1-ci yaşda tamam oldu. Ona aid ayrı bir videomuz gələcək, orası ayrıdır. Həmçinin bu vlogu çəkməkdə əslində məqsədim kanalın 1-ci ilini qeyd etmək idi. Hal-hazırda bir stəkan çay qoydum, indi çay içəcəm. Yəni biraz çay içəcəm. Çantalarımızı dünənsizlə yığdıq. Yenə də baxacam, listimə baxacam. Bənövşə bir kağızda list yazmışdım. Yəni artıq əksik bir şey varsa da həmin listdən əlavə edəcəyik. Yolumuz uzun, saat 7-nin yarısı falan olar. Hər zaman belə olur, yəni rayona gedəndə ya da önəmli bir şey olanda həyəcandan çox tez dururam. Nəysə, indi çay qaynadıqdan sonra çayımı içə-içə qısa bir söhbət edərik gün ərzində olacaqlar barəsində. Bəli, az öncə çay içdim, indi qısa bir hamamda bir baxım olacaqdı. Üzümü qırxacam, dırnaqlarımı falan kəsəcəm. Biraz hazırlanma olacaq, yəni 10-15 dəqiqə çəkəcəyini düşünürəm, bəlkə də 5-10 dəqiqə çəkdi. Mən bir hazırlanıb gəlirəm. Demək olar ki, çox hazırlıq tamamlandı. Az öncə də təraş oldum, biraz baxıma diqqət yetirdim. İndi səhər yeməyini yeyəcəyik, daha sonra isə artıq yavaş-yavaş yola çıxacaq. Baxacaq artıq nələr olacaq, mən də sizinlə görəcəm. Yavaşdan artıq paltarımı geyinməyə doğru gedirəm. Hardasa 15-20 dəqiqə evdən çıxacaq. Çox sağ olsun, atam məni qırmadı. Bugün məni atam aparacaq. Bəlkə yolda biraz söhbət etdik, başımızı qarışdırdıq. Yəni Koroğlu stansiyasına kimi, Koroğlu metrosuna kimi biz maşınla gedəcəyik. Yolda da video gələcək. İzləmədə qalın. Çantalarımızı yavaştan bagaja yüklüyoruz. Tamam. Ve sonumuzu çantamız. Tamam, getməyə hazırıq. Hal-hazırda evdən çıxdıq. Arxadan dublyaj etmək məcburiyyətində qaldım. İndi atamla bərabər Koroğlu metrosuna doğru gedirik.
Niyə dublyaj etməyə məcburiyyətinə qaldım? Çünki maşına anidən başqa bir insan mindi. Atam da yol üstü onu aparmaq istədi deyə belə kiçik bir problem yaşandı. Bura bizim qaldığımız küçələrdir təxminən. Son dəfə burayla vedalaşaq. Yəni artıq yavaş-yavaş yola çıxırıq. Artıq yoldayıq demək olar ki, avtobus dayanacaqlarını keçdik. Yolda probkanın olmaması ayrıca gözəl oldu. Tez bir zamanda inşallah metroya doğru tam qaz ilerləyirik. Önümüzdəki saatlar nələr olacağına baxacaq. Bu arada maraqlı bir şey gördüm. Bunu da paylaşım. Burada inşaat gedir. Dedim qoy xatirə qalsın deyə paylaşım. Məncə çox gözəl bir dizayn olub. Ümidvaram ki, mən artıq rayondan qaydanda bura tamamlanacaq və daha da əla bir hal alacaq. Sağ olsun, atam xətrimə dəymədi və məni metroya özü aparacaq. Bu arada atama bir-iki dənə sualım da var verməyə. Kanalımızın məzun izləyiciləri də var. Ata, nə demək istəyərdin onlara? Nə demək istəyərdin? Hamısına uğurlar arzu edirəm. Təhsilində, gələcək həyatında əsas sağlamcanı arzu edirəm. Böyüklərin, valideynlərin sözünə qulaq asmağı arzu edirəm. Çox sağ ol. Bəs yaxşı, kanalın ümumi izləyicilərinə nə demək istəyərdin? Abunəçilər çox olsun. Faydalansınlar. Atamı eşitdiniz, videoyu bəyənin. Kiminsə bir yaxşı təklif olsa o da yaza bilər. Eynilə. Pis, yaxşı şərhlərinizi gözləyəcək. Bu dəqiqə indi Koroğlu metrosunda taksiyə mindim. Müəyyən səbəblərə görə çəkiliş icazə vermədilər. Mən də gizlincə qısa bir çəkiliş apardım. Gedirik. Demək olar ki, çatdıq avtovağzala. İnşallah Neftçala raflarına minədik. Yolculuğumuz davam edir. Qısa bir problem yaşadım orada taksidə. Sağ olsun, güzəş getdilər. Yəni 1-2 manat artıq ödəniş edib gəldim. Əslində sədərək deyilmiş. Nəysə biz gedək. Hal-hazırda restoranın qabağındayam. Dönər və fanta sifariş etdim. Adətən nənəmə sadiq qalmaq istədim. Ona görə qısa bir yemək yeyəcəyik. Mən də gizlincə qeyd almaq qərarına gəldim. Səsli şəkildə qeyd alsam diqqət çəkəcəyimi düşündüm. Belə çox sadə və təmiz bir yerdir. Avtovağzal tərəfdə. Tamam, sifarişi verdik. İndi mən sürətli bir şəkildə yeyib yenidən videoya qayıdıram. Avtobusda indi, hal-hazırda heç kəs yoxdur. Rahat bir yer götürdüm özümə. Baxacaq inşallah yolculuğumuz elə indi başlayır. İnşallah yaxşı olar. Az öncə dönər idik. Bax, deyil. Səsim zəif gələ bilər. Dublyaj da düzəldəcəm. Bu yerlərdə biraz çox danışa bilmirəm. Çünki bəzi insanlar narahat edirəm burada. Mən yolda səs əlavə edəcəm. Yəni yol boyu çəkəcəm. Bir 5 dəqiqə, 10 dəqiqə video olacaq. Və çatırıq artıq. Yavaş-yavaş az qaldıq. Yolculuğumuz başladı. Rayona gedərkən ki, yolları da biraz çəkmək istədim. Artıq Ələt və Şirvan tərəfdəyik demək olar ki, tam qaz rayona doğru ilerləyirik. Yol çox maraqlı idi. Birazdan yatmaq istəyəcəm. Baxaq görək nə olur. Hal-hazırda musiqi dinləyirəm. Dediyim kimi, yəni dublyaj etməkdə məqsədim o idi ki, digər insanlara rahatsızlıq verməyək, həm də videonun artıq biraz daha da keyfiyyətli alınmasını istəyirəm. İndi sizə sürətlənmiş şəkildə digər yolları da musiqi sədası altında göstərəcəm. İzləmədə qalın. Bayağı rafdan düşdüm. Dükana doğru gedirəm. Evdəkilərə bir şey alacağım. Artıq rəsmi olaraq Neftçalıdayıq. Satdıq, Allaha şükür.
girdim. 3 dənə şeyə sadəcə 9 manat verdim, yəni şokdur ya, dəyişə. Bura gələcək onsuz da baxın. Neftçala rayonu mədəniyyət mərkəzi çox gözəl bir yerdir. Həqiqətən də evdəkilər üçün bir 5-6 dollarlıq xərcə girdik. Saç başlarında məndə. Avtobusda yattım bu arada. Görək nə olacaq yəni. Vlog videomuz devam edir inşallah. Görək növbəti saatlərdə nə olacaq. Ya saçımı da düzəldə bilsəm məlum olur. Nəsə gün ilərləyən saata baxacaq artıq nə olacaq. Evə gedək. Bir stəkan sərin su, biraz yemək. Gecə cəmi 2-3 saat yuxu almışam. Dediyim kimi gecə saat 10-a qədər yatmışdım, başım çox qarışdı. Nəysə artıq baxacaq. Günün həqiqətən də ilk yarısı da bizi gəldi. Hər halda xərcim də maraqlıdır. 5-6 manat taksiyə verdim. Atam sağ olsun gətirdi. Gətirməsə 1-2 manat da orada verəcəkdik. Avtobusa 6 manat verdim. Yolda oturduq sizlərlə dönər yedik. Bir də sərin içki içdik biraz. Onlar 4 manat tutdu. Qiymətdən razıyam həqiqətən də. Dönər 2.50 idi. Normalda yeməyəcəkdim. Prosta adətən eləmə sadiq qalmaq istədim. Bir də yolda bir şofer vardı. Məni əskər bildi. Dedim rayona falan gedirəm. Dedim neçən sinifsən, dedim məzunam. Elə bildi ki əskəriyə gedirəm. Bu da benim maraqlı senaryoydu. Düşəndə təbrik elədim. Mən də həmin insanı qırmadım. Yəni rayon yerdə hər şey ola bilər. Baxacaq. Sizə ən çox mənə maraqlı gələn vlog videosudur. Bayraq meydanına gedəcəyik bu gün. Arxa yolla, yəni maraqlı olacaq. Bu arada demişdim, videonun ilerleyen qismlərində xatırladım. Şeyi unutmuşam. Üzgüçülük üçün olan açqımı unutmuşam. Çox təəssüf, ona biraz artıq pul verib burada almaq məcburiyyətindəyim artıq. Üzgüçülüyə də yazılacağım, onu da demişdim. Bugün daha bir yere yazılmaq yoxdur. Bugün dincəlmə gündür. Cheat day'di bugün. Dincələcək. Burada əslində xoş bir anım, xoş değildi, biraz qəmgin bir anım var. Ona görə bura Bayquş məhəlləsi adı qoymuşam. Səbəbi burada bir bayquş ölüsü tapmağım idi. Bayquş da nadir tapılan canlılardan biridir bu arada. Bu arada burada yaşayanlarınız bilər. Bura Malağan yolu deyirlər əslində. Palatka var hər halda, ya bir toydu ya da bir yasdı. Nisbətən yaxınlaşdıraq. Tamam. Bura Malağan yolu deyilir. Mən də elə deyirəm. Dedim mən düşdüm. Yəni gecə axşam yürüyüşümüzə biz burada başlayacağıq inşallah. Biraz az deyiləm əslində, dönər yemişdim. Yolda yatdığımı dedim. Editlə biraz məşğul olacağım. Bir də yeni aldığım kitabları oxumağa başlamalıyım. İdman çantam falan yapmaq var. Biraz vaxt alacaq. Artıq evə çatıram. Evə çatmamışdan 10-15 saniyə öncə bir də artıq çatdıq demək olar ki. Son bir dəqiqə artıq evdəyik yəni. Çanta məni çox yordu. Küçənin adını dəyişdiriblər bu arada. Bir şəhidimizin adını qoydular. O məni biraz qürurlandırdı həqiqətən. Yolda 3-4 dəfə də rastlaşdım. Yəni, bu yaxşı bir şeydir əslində. Bu da mənim uşaq vaxtı. Bundan 10 il, 12 il bundan qabaq futbol oynadığım küçələr. Qaçıb tullandığım küçələrdir. Həmin küçələr səssizliyə qərq olmayıb, amma başqa insanlara verildi. Başqa gənclərə daha doğrusu. Qardaşım da evdədir. Evdə sadəcə nənəm babam olacaq. Onlarla görüşəcəm. Uyğun olduğum vaxtda sizə rapor verəcəm. Vlogumuz devam edir. Fıtı 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 fıtı. Demək olar ki çatdıq. Onlara girib sürpriz edəcəm. İzləmədə qalın. Yavaş-yavaş evdən çıxırıq. Axşam yürüyüşünə çıxdıq. Axşam saat 6-dır. Evdə biraz dincəldim. Sizlərlə çıxırıq. Rayona gəldim, 5-6 saat keçdi. Gələr gəlməz də yürüyüşə çıxdıq. Bugünkü hədəfimiz 15-20 min addım atmaqdır. Bu yolda ilerleyəcəyik. Upuzun yoldur.
Axırı bir dənə parka çıxır. Biz buna bayraq meydanı deyirik. Və kənar səslər. Kənd yeridirsə bunun olması normaldır məncə. Nə qaydacaq olsaq, bu arada indi bilmirəm. Daha telif yeyə bilməyəcəyimizi bilmirəm. Amma sizə öncədən xəbərdar edim. Əgər videonun müəyyən segmentlərində səs falan gedirsə, bilin ki, teliflə bağlı problem yaşamışam. Belə başa salım ki, əgər mən teliflə bağlı problem yaşasam, mənə musiqi istifadə etməyə icazə vermirlər. Həm də bir saniyə maşın keçsin. Həm də necə deyim, mən həmin videodan gəlir əldə edə bilmirəm. Azərbaycanda gəlir səviyyəsinə zaten hakimsiz. Yəni bu nə demək olur? Mənim neçə saatlıq əməyim boşa getmiş olur. O deməkdir. Yəni qısaca belə. Orada balaca dostlarımız var. Yürüyüşdəyik. Daha bilmirəm, hər halda bir 7-8 min addımımız var. Bu yolun bir şeyini də sevirəm ki, bomboşdur yəni. Biraz terledim, olabilir. Bu arada yeni papağım FBI logolu. Tam hizmet veririk. Əlim yoruldu belə olanda da. Baxın, belə bir şey edəcəm sizin üçün. Məsələn, normalda siz buraları bilmirsiniz, tanımırsınız. Amma sizin üçün ekrana bir xəritə qoyacağam. Yəni hardan gedib hara çatdığımızı göstərən balaca bir xəritə olacaq. Hansı ki biz bayraq meydanına gedəcəyik. Yəni evdən bayraq meydanına kimi olan məsafəni AI ilə gözəl bir xəritə düzəldəcəm. Oradan haralara getdiyimiz göl kənarı falan biz indi gəzdikcə həmin hissələri paraleldə xəritə ilə görəcəksiniz. İndi editləyən Mehraza deyirəm. Bu hissələrə bir xəritə qoyarsan ki, hal-hazırda Mehraz hardadır, hansı istiqamətə irəliləyir. Bu arada demək olar daha 20 dəqiqəlik videomuz oldu. Editi çox çətin idi. Yəni dünən gecə təsəvvür edin, mən çamadan yığma editim gecə saat 2-də bitdi yəni. Biz 12-də falan videonu bitirmişdik. O dərəcədə biraz zəhmətli işdi. Ancaq əminəm ki, siz mənim zəhmətimin qarşılığını ödəyəcəksiniz. Bu arada tərk edilmiş bir onu nacizanə göstərək. Bu bizim ilk destination'ımız olsun. Tərk edilmiş xəstəxana. Ciddiyəm, gəlin belə bir şey deyim. Bu videoya inanmıram, ona görə deyirəm. Bu videoya 2000 bəyəni gəlsə, keçdim 2000'i, 1000 bəyəni gəlsə o xəstəxananın içinə girib vlog videosu çəkəcəm. O dərəcə. Arxaya mahnı qoymaq mövzusunda biraz qorxuram açıqcası. Çünki teliflə bağlı çox problem yaşamışdıq. Xüsusən də şəkər videosundan bilənləriniz bilir. Yəni çox gözəl bir video olmağına baxmayaraq, həm müəlliflər olsun, həm də şərhlərdə səsin pis olduğu ilə bağlı çox şərh aldım və bu nə deməkdir? Yəni izləyicilər videodan narazıdır. Videonun keyfiyyətində bir problem yox idi. Ancaq çox təəssüf, buradan da motosikletlər çox olur həqiqətən də. Bizim rayonun ən böyük özəlliklərindən biri odur ki, motosiklet həddən artıq çox olur. Yəni biraz bu mövzuda problemlidir. Daha göstərəcəyim yerlər çoxdur. Bundan sonra sizə parkı veya bulvarı göstereceğim. İşimiz çoxdur bizim biraz. Rayonun en sevdiğim şeylerinden birisi odur ki, burada qalanların çoxu necə deyim, Bakıdakılar kimi çox da evə girən deyirlər. Yəni hər bir gəncin velosipedi, kankisi falan var, yəni çıxır, biraz sürür falan. Yəni çox adam qıraqda da həqiqətən, uşaqlar olsun, gənclər olsun, yetkinlər olsun. İndi buralar yalnız görünə bilər, çünki yoldur. Göstərəcəyim yerdə həqiqətən də rayon yeri olmağına baxmayaraq həddən çox insan olur. Bu da rastlanan bir durum deyil açıqcası. Buranı çox bəyənirəm açığı. Yəni bu yolun özü elə 3-4 min addımdır. Yəni 2 kilometr var bu yol. Bir saniyə yaxınlaşdıraraq sizə göstərim nə uzaqlıqda olduğunu. S26 Ultram sağ olsun. Reklam değildir. Baxın, yəni biz bu qədər məsafəni gedəcəyik. Daha 20x zoom etdim. Normal ölçülərlə qayıdıram. Tamam. Daha yolun uzundur. Bir də ilan təhlükəsidir və s. Ona görə çalışdığım qədər yolun ortasıyla gedirəm. Yəni hər tərəfdən ehtiyatlı oluruq. Mənzərə ilə danışaq. Yəni bizim gedəcəyimiz yol bəlli. Yəqin saat 8-9 kimi qayıdarıq evə inşallah.
Bayraq meydanının bayrağı. Biz ora gedirik. Belə yaxın görünür, amma uzaqdır. Burada da yəni motorun səsindən bir şey eşitmək olmur. Bayraq gözdən itdi. Yəni biz bayraq tərəfə gedirik. Sizə də bayrağı göstərəcəm. Bu arada deyəsən mənim getdiyim parka gözəl bir güncəlləmə gəlib. Və təxmin edin Azərbaycanın ən məşhur çaylarından birinin yanına gedəcəyiniz sizinlə. Bir çox ikinci və üçüncü qrupun xəritədə gördüyü, ancaq yanına gedə bilmədiyi o çay. Sizcə hansıdır? Yəni ora çatmamışdan öncə yorumlara yazın. Mən çatdıqda deyəcəm onsuz da. Sürpriz olsun. Baxaq görək kim doğru təxmin edəcək. Ha, biraz evdə elədiklərimdən bəhs edəcək olsun. Yəni gəldim. Bir-iki stəkan çay içdim. Düzdür, yemək yemədim. Nəsə ac değildim. Yəni bayaq dönər yedim zaten videoda gördüyünüz kimi. Yəni ac değildim əslində. Bir-iki stəkan çay içdim, bir dənə kofe içdim balacadan. Yəni bu qədər, bəlkə axşam qayıdarkən. Nəysə, mən çox da sizi tutmuyorum. Bayraq meydanına çatanda video qeyd atacağam. Hələlik. Demək olar ki, çatdıq, çox az qaldı. Bayraq meydanındayıq. Bayaq göstərdiyim o bayraq. Xəritədən də eş zamanlı göstərəcəm sizə harda olduğumu. Belə yəqin ki, Mehraz editdə qoydu xəritəni. Belə həmin əraziyə daxil olacaq. Onun içində bir tur atacaq. Oradan da artıq başqa bir yol var. Oradan keçəcək. Bayaq göstərdiyim bayraqdır. Çatdıq demək olar ki. Deməli bayraq meydanına giriş elədim. Bu yenidir. Bunu ilk dəfədir görürəm. Hər halda burada gəmi dayanıb, ona görə qoyublar. Belə isə Kür çayı. Bəli, sualımızın cavabı Kür çayı idi. Dəli Kür. Elə də deyərlərik. Gəzirik. Bura bir sakitçilik. Buradan biraz düz getdikdən sonra o ağacın yanından qayıdacağıq. Parkın əsas hissəsinə girəcək. Burada gördüyünüz park deyil. Parka olan başqa bir girişdir. Sadəcə xatirəsi var deyə gəlib bir gəzim dedim. Bu arada o xəritədə gördüyünüz Kür çayı budur. Mehraz həmin sən editdə qoyarsan harda olduğumuzu. Məşhur Kür. Eynən. Nəysə, mən artıq biraz qayıdım. Bu arada burada soğan varmış. Ona görə çəkim biraz səssiz eləyəcək. Şuraya baxan bir yerdir. Belə göstərək. Görüm əgər ora güvənlidirsə siz yenə ora düşəcək. Yavaşdan düşək. Yine dediyim kimi ilan və s. olma riski var, ona görə çox özümlə şey eləmirəm. Tez-tez düşək. Diqqətli olmaqda fayda var. Bunu gördüm. Elə bildim əqrəbdir. Məğərsəm deyilmiş. Bilmirəm ora gedim yoxsa çox qorxuram. Burada duracağım. Ora gedə bilmədim. Çünki və s. hər hansısa bir təhlükəli senaryoya qarşı edə biləcəyim heç bir şey yoxdur. Pilləkənlərdən birinin üzərində oturaq və söhbət edək. Amma buranın da diaq olduğunu düşünürəm. Tamam. Deməli, Kür çayın kənarındayıq. Ha, baxın, belə bir kafe də var. Bir deyəcək sizinlə. Düzgün şey etdimsə. Baxın, bu kafe. Yəni yeni telefon almanın avantajı da neysə. Tamam. Buradan o kafeye gireceğiz. İndi hal-hazırda parkın mərkəzindəyik sizinlə. Buradan Kür çayı parkın mərkəzindəyik. Oradan dairəsel bir kuru qrup. Daha sonra ise başka yoldan parkdan çıxacaq. Yavaşdan tərpənək. Buraya gəliriksə bu yazın çəkməməyə ayıb olar. Bir saniye size gösteririm. Bakın belə bir yazıdır. Allah nefsala. Burada bir şəkil çəkdirmişdik sizinlə. Sizinlə deyəndə tək çəkdirmişdim. İndi isə parkın digər hissəsinə gedəcəyik. Daha sonra olanları sizlərlə baxacaq. Orada bir günc var aslında. 2023'ten bəri oradan video çəkirəm.
Yəni günlük mahiyyətində qısa videolar çəkirik. Bu arada yolda çox soruşan olur, nə videosu çəkirsən? Yalandan səyahət kanalıyam deyirəm. Neyse, şəxsi inkişaf kanalı olduğumu desəm anlamayacaqlar onsuz da. Ki nə əlaqə yəni. Neyse, biz yolumuzda olaq. Daha da sizə göstərim. Belə bir çaydır. Yaxdan 50 dəfə Kür çayını göstərdim sizə. Neyse, o parkın üçüncüsünə gedək. Olanları sizlərlə baxacaq artıq. Neyse, buralar artıq biraz boş olacaq. Mən yola çıxanda sizə göstərəcəm. Hal-hazırda Bayaq meydandan çıxdıq. Bayaq dediyim yola doğru gedirik. Bu arada papağanın stilini dəyişdim. Neyse, devam edəcəyik. Qısadan bir aralığa keçəcəm. Ara yol keçi ilə gedirik Göbəlü. Oradan inşallah sola dönəcəyik. Petrol stansiyası var. Əl üzü yumağa yer var. Bəlkə bilməm, əl üzümü yox. Elə davam edə bilərəm ya da başqa cür. Xəritədən qoyuram harda olduğumu. Yəni yolumuz bayağı var yəni. Bir gölün yanına çıxacaqsınız, gördünüz. Demək olar ki, əsas yolun yarısına gəldik, çatdıq. Düz bir otobandır. Belə mənzərənin çox gözəl göründüyünü bildim mənzərə. Buradan üzü Qobu gölünə doğru gedəcəyik inşallah. Bu arada tam bir il bundan öncə burada mən Elite Society-nin planlarını qurdum. Daha kanal açmamışdım. Necə bir kanal olacağım, 1000 abunəyə çata bilməyəcəyim. Çox sağ olun. Yəni sizin sayənizdə həqiqətən də cavabını aldım. 1400 abunəlik bir ailəmiz var. Və gələn yay üçün hədəf qoyaq ciddən. Məsələn, bu video oturub baxacaq da. Məncə gələn yay 5000 abunəmiz var. Bəlkə az olacaq, bəlkə çox olacaq. Bəlkə kanal bağlanacaq, amma məncə 5000 abunə olarıq. Mən də bu il əlimdən gəldiyi qədər çalışacağam. Qısadan yolu göstərim sizə. Çox mənzərə. Çox gözəl bir mənzərə var. Plan budur inşallah. Sabah üçün də bir plan qurdum. Sabah saat 8-də dururam. 9-un yarısına kimi qidalanma olacaq. Kitab oxuma. Ona qalmış evdən çıxıb trenajora yazılacam. Daha sonra 12 sularında evdə gələcəm. Üzgüçülük üçün materiallar alınacaqdır. Askisi olsun və s. Bunlar üçün material alınacaqdır. Elə bunlar olacaq. Yəni sabah üçün artıq planımı qurdum. Bir də gecə qaydanda sizlərlə nə olacaq? Minnətdarlıq günlüyümüzü tutacaq. Mən yürüyüşdən qayıdarkən sizə 1-2 dənə daha video göstərəcəm. Və yürüyüşdən qayıdarkən artıq yatmağa yaxınlaşanda sizlərlə vedalaşacaq. Çox maraqlı bir video olduğunu düşünürəm. Düşüncələrinizi yazın həqiqətən də. Mənə görə kanalın ən maraqlı videosu olacaq hələ ki. Nə qərar verdim? Sürətlənmiş şəkildə yol çəkirəm. Dediyim o həmin gölün qırağıdır. Qobu gölü. Həmin dediyim göldür. Həmin dediyimiz gölün bir də yandan görüntüsüdür. Evə doğru gedirik. Hal-hazırda evə qayıdırıq. Evimdə hərəkət bir şey yoxdur. Məhəllə araları ilə gedirəm. Şahmat məktəbinin yanından keçdim. İndi isə evə doğru gedirik. Qarğa səsləri biraz narahat edici də bilirəm. Gimnaziya, internatın qabağındayam. Oradan öz yolum alacağım. Nəsə buralar mənə tanış gəlmir, amma nə eləmək olar.
Yolumuzu tapacaq. 17 min atdım bu arada. Burada həmçinin qədim tikililərə də rast gəlmək olur. Çox qorxuludur bu arada. Demək olar ki, vəsatdır. Evə çatdıq. Son dəqiqələr, son videolar çəkəcəyik. Olar ki, vlog videomuzun sonuna gəldik. Elə bu qədər idi. Ümidvaram ki, maraqlı bir video alınıb. İzlədiyiniz üçün təşəkkürlər.